Mədinə şəhəri. Ey ağam, sizdən bir şey barəsində soruşmaq istəyirəm. And olsun Allaha, o məni və mənim kimi sizi sevənlərin çoxunu darıxdırır. Soruş ey Xorasanlı. Ey Peyğəmbər övladı, bilirsiniz ki, şiələrinizin sizə qarşı istək və məhəbbətləri var. Siz əhl-i beyt imamlarısınız. Allah səni xeyirlə mükafatlandırsın ey Xorasanlı. Bəs nə üçün ey ağam, haqq sahibi ola haqqınızı tələb eləmirsiniz? Sükuta üstünlük verirsiniz. Mənim şiyəm yoxdur ki, bu işdə mənə kömək eləsin. Mənim ağam, elə deməyin. Sizə kömək eləyəcək 100 min 50 qılınclı şiyəniz var. Tələsmə ey Xorasanlı. Allah səni haqqı göstərəcək. Ey mütəhim, təndiri alovlandır. Baş üstə mənim ağam, bu dəqiqə. Səhl ibn Həsən, qalx və get təndirin içində otur. Qalx və get təndirin içində otur. Ey Peyğəmbər övladı, mənə odla əzab verməyin. Bu məsuliyyəti üzərimdən götürün. Yaxşı, götürdüm. Əssalamu aleyküm. Və aleyküm əssalam və rəhmətullah. Ey Harun, təndirin içinə gir. Ey Xorasanlı, Bəni Üməyyənin adamları ondan ayrılıb, Muhammed İbn Əlinin şüarını qəbul eləyib. Atam, anam sizə fəda olsun, nə dediyinizi eşitmədim. Çünki mən... Eybi yoxdur. Xorasanda bunun kimi neçə nəfər var? And olsun Allaha ki, bunun kimi heç bir nəfər də yoxdur. Ey Xorasanlı, bunu bil ki, bizə ixlaslı olan 5 nəfər olmayınca qiyam etmirik. Biz vaxtı hamıdan yaxşı bilirik.